Salam herkese, yeni videomuza xoş gəlmişsiniz. Sizlə mən Kənan və siz Car Spikera kanalındasınız. Və bu günlərim sizlər üçün BMW F32 M4 çəkirik. Ön sistemimizə keçdikdə burada iri radiator barmaqlıqları görürük. Hansı ki burada da roll cage deyilən roz rəngdə. Maşında demək olar ki çox şey roz rəngdədir. Çox detalları roz verirlər. Supportlarımızdır. Dalıca, yəni içəridəki salonda bəzi elementlərdir ki, hansı ki roz rəngdədir. Həmçinin də burada 2 dənə kömək edici turbalar yerləşdiriblər. Onlar da roz rəngdə. Arxamızda deyəndə alt hissəmizdə bir dənə belə lipa kimi bir şey var. Neydi o? Karbon olmasa da amma yaxşıdır. Yan hissəmizə keçdikdə, daha doğrusu sol hissədə, hər iki tərəfdə bizim fiolet yoxsa roz rəngdə diamond işıqlarımızı görürük. Çox vaxt görürsünüz ki, onlar sarı rəngdədir. Amma bu maşının adı da var, Venom. Venom roz rəngdədir. Yan hissəmizə biraz da keçmək istərdim. Elə yandan başlamışıq. Bayaq dediyim kimi supportlarımız, roz rəngdə supportlarımız var. 20'lik disk təkərlərimiz var. Disk təkərlərimiz də geçən qaraldıblar sırası. İdeal vəziyyətdə. Bir dənə də burada kiçik bir element M4. Altdan da competition yazılıb. Amma o nəsə dişnidir biraz. Biraz da yan sistemimizə keçdikdə benzin bakımızı görürük. Yaxınlaş bura. 95'i zəhmət olmasa, yəni görsə 95 ilə işləyir. BMW də bura. Yəni BMW-in elə hər şey yəni ideal vəziyyətdə. İndi istərdim ki, Emil, keçək arxa hissəsi. Arxa hissəsi M4-ün mənim ən xoşladığım hissəsidir. Arxa hissəmizə keçdikdə bayaqlam qabaqda vurğuladığım kimi maşında çox detal roz rəngdə olduğu kimi burada bir dənə Venom yazısını vurublar. Xanımın Venom kinosundan xoşu gəlir, filmindən daha doğrusu. Ona görə də maşının adı da Venomdur. Belə. Yaxınlaş biraz qabağa. Stoplarımızı görürük. Hansı ki stoplara təzəlikcə kölgə veriblər. Gecə yəni qaranlıqda dayananda elə stopları yandıranda qəşəng bayaqlam elə onu vurğulayırdım ki, qəşəng rəngi var stopların. İdeal görünüş yaradır. 4 dənə səs boğucu sistemimiz var burada. Çıxışımız daha doğrusu. Birazdan səsinə də qulaq asacağıq yaxın irəliləyən dəqiqələrdə. İstərdim bagajımızı açım. Bagajımızda bir dənə BMW Motorsport'un sumkası nə ağırdır maşallah, çoxlu beş yığıblar. Mini bagajımız var, hansı ki yəni çox beş yığmaq olmasa da yəni bagajımız əladır. Xanım üçün vəbşə idealni. Bagajda incəniləsi bir şey görmürəm. Prost göstərdim ki, yəni görsünlər. Burada da bir dənə Nisa Tubi, xanımın adı, ləqəbi. İstəyərdim elə xanıma açarı ilə birbaşa görsədim indidən. Yeni açar yazdırıblar maşına. Yeni nəsil BMW-lərdə. İstəyirsə xodduyun səsinə qulaq asaq. Farfarı yoxdur, amma belə sporta atanda yüngül. Sporta atın. Atın. Okey. Səsinə qulaq asaq mənə maraqlı olan hissələrdir bu. Mən burada fikrimizi yayındırırlar. Kifayətdir. Stop. Avans da istəyirdi, buradan da istəyirdi. Vəbşə dəli oldum. İstəyərdim elə sizə indi kapotumuzun altında yatan mühərriki görsədim. Birbaşa keçək kapotun yanına. Altında 2 Twin Turbo mühərrikimiz yatır. 245 at gücü. Stage 1 yazdırıblar motorumuza. O da ki sənəddə yəni qeyd olunub. Legalnidir. Motorumuzun altında Twin Turbo yazısı da burada. Yaxınlaş bura zəhmət olmasa Ruslan. Twin Turbo BMW-nin logotipi. Yenə həmişə kimi burada BMW yazısı. İndi burada çox dəyişiklik yoxdur da kapotumuzun altında. Bəzi maşınlarda kimi mən BMW kapotunun altındakı mühərrik və yaxud başqa şeylər daha maraqlıdır. Burada çox da belə dəyişiklik yoxdur. İncələnirsiz bir şey də görmürəm. Üzrü sayın biraz bərk oldu. Yaxınlaş yan hissəyə. Yan hissədə lipa nömrəni qoyublar. Bura Nisa Tubi. İstərdim keçək içinə. İndi eksteriyerində
incələnləsi çox şey yox idi. Keçirik interyerinə. İnternerinə keçən kimi daha doğrusu interyerinə keçdiyim mən bir də burada cəlb edən bir şey. Bunu buraya yapışdırıblar. Yəni M4 var burada, F32. Qapılarını açdım. O bir qapısını açamadım. Qəşəng bu yəni çox qəşəng detaldır maşında. Xoşum gəldi. Xanım qəşəng qoyub. Burada aquaprint işləmələr var. Karbon kimi dizayn veriblər. Aquaprintdir. Maşında hər şey rozov olduğu kimi. Bir dənə də bir şey görsədim. Təsbihimiz də rozov rəngdədir. Ruslan buradan gülür təsbiyə. Sidenyalar çox rahatdır. Özü də sıxır adamı. Oturdun sıxır. Mənim ən sevdiyim şey maşında. Elektron paneldir. Sağ, sol, arxa, qabaq. İki tərəfdə də elektrondur. Bu yaxşıdır. Maşında çox element aquaprint olub karbona. Yəni göstərdiyimiz rulu da göstərəcəm. Birazdan sərnişin sürücü hissəmizə keçdikdə. Maşında burada biraz yaxınlaş zəhmət olmasa multimediyanı idarə etmək üçün burada bir dənə joystickimiz var. Hansı ki naviqasiya qabağa, arxaya, dala elədik. Maraqlı görünüş. Bir dənə də burada və cəlb edən ürəyimiz var burada. Bunu çox vaxt görürəm ki, maşın difüzerinin yanına yerləşdirirlər də, amma bu da yaxşıdır. Yanında bir dənə Tokyo Drift kimi bir dənə qəşəng iyi verəmizi qoyublar. Sonra günəş gün üçün şüşəmiz qırılıb, onu göstərməyək. Günlüyümüz daha doğrusu. Maşının tavanında bilmirəm nə dərəcədə Ruslan göstərə bilir yoxsa yox. Ulduz tavandır, ürəkli. Cigidonsdur bizim tavanımız. Qəşəng. Sən deyim ki, yəni çox rahatdır. Maşın 4 nəfərlik olsa da 2 nəfər rahat əyləşib gedə bilir. 4 nəfər olanda öncə biraz söhbət dəyişir. İstərdim arxaya keçim görsədim, arxadakı o ayaq məsafəsi olsun. Əslində polnu bunu qabağa versəm mən, yəni normal olan kimi də, yəni normal. Məsələn belə bəsdir bu qədər. Arxada oturan üçün rahatçılıq var. Biraz da bunu qabağa. İndi arxaya keçirəm Ruslan müəllim, əziyyət çəkmə. Mini bardaçoku yerləşdiriblər bura. Hansı ki sənəd. Burada knopkamız var. Basırsan bagaj açılır. Yəni bu da elə belə özəlliyi deyil. Dünənlərim Gran Turismo indi var elə nəsə öyrənirik. Gözəl xanıma verim, xanım öz desin. Yox, sadəcə məlumat verəcəm. Aha. Karbon dizaynda olanlar bilinir deyil. Dedim aquaprintdir. Aha, yəni o olsa mən onu görən kimi bilinirdi onsuz da. Onu da eşitdim, sonra Emro falan onları yazmamışdım da sizə. O görünən kimi bilinir. O görünən kimi bilir onsuz da. Görsə hər şey yəni baxa öyrənirik də. Arxaya keçdim. Arxada vəbşi gedən olub bu maşında. Yəni bu çox narahatdır da arxa biraz. Arxaya keçdik. Arxa hissəmiz Ruslan yaxınlaş bura. Lap belə eləyəcəm tam rahat. Mən qabağa eləmişəm, biraz arxaya eləyim. Maşında demək olar ki, xanım dediyi kimi çox şey emdi də, bir dənə sidenyalardan başqa. Amma belə deyim ki, arxa oturdum arxaya. Mən səhv eləmirəmsə F32 idi, yox F30-da oturmuşdum o kupe olan M4-də. Onda arxa çox narahat idi. Orada 4 nəfər gəlmişdik. O narahatçılığı hələ də mən yadımdan çıxarda bilmirəm, amma burada arxa çox rahatdır. Tavan məsafəsi yenə həmişə kimi vurğuladığım kimi mənim boyum balaca olsa da tavan məsafəsi çox idealdır, yəni tavan məsafəmiz var. Ayaq məsafəsi də mənim üçün çox rahatdır. Yəni mənim boyum balaca deyə mənə rahatdır. Uzun boylar üçün конечно ki, arxada oturmaq çətinlik yaradacaq. Bir dənə mini podlakotnikimiz var burada. Podlakotnik ən sevdiyim şey. Podlakotnikdə stakançikləri gizlədiblər. Bastın açıldı rahat. 2 dənə kofe alırsan uzun yol üçün. Bağladın. Estetik görünüş yaradır. Ruslan burada canı ilə əlləşir. Yəni kamera arxasını görsətsəm. Arxa hissəmizdə bayaqdan görəsən səsim düşür, yəqin düşür. Arxa hissəmizdə çox istidir, biraz isti oldu. O bayaqdan sizə danışdığım ulduz tavanı demək istəyirəm. Ürəklə çox qəşəng eləyib. Özdə kim işləyibsə çox səliqəli işləyib. Yəni əlimi belə tavana çəkirəm. Heç meşatçılıq göstərmir. Arxa hissəmizdə yenə demək olar ki, əksər maşınlarda kimi arxa işıqlarımız yandırıb söndürürsüz. Bunu da basaq ki, qapılarımız açıqda ona görə polnu görsənir. İndi arxa hissədə klimat kontrol yerləşdiriblər 2 dənə. Onu birazdan göstərəcəyik. Əyilməsən də olar. 4 fəsil temperatur, yəni idarə eləyə bilirsiniz. Qış, yay özünüz üçün idarə elədiniz. Bir dənə 12 voltluq bura o zajqalka çıxışı var. Ondan da qoyublar. İstəsəz oraya indi bir dənə USB-C yerləşdirirsiniz. Maşında ancaq portlarda elə 12 voltluq, yəni gələk
ABŞ-ın bir dənə əlavə alasınız o portdan ki, yerləşdirə biləsiniz. Təzədən kruq eləsə, yəni təzədən elə olacaq. Bir dənə şey öyrənmişəm, sırazu yaxınlaşdırır da bir də əli uzatmırsan 1 saat, remen qarşılayır, sən deyir ki, remeni tax maşınını sür. Priborumuzu sizə istəyərdim görsədim. Priboru görsədəndə, pribor burada multi pribor deyil, belə deyim, yəni elektron panel deyil, amma yəni elektrondan da heç bir fərqi yoxdur. Zato multi rulumuz var. Hansı ki maşınımızda Apple CarPlay-imiz var. Sonra burada yerləşdiriblər. Düşür. Klimat kontrolumuz. İndi off eləyim bunu. Ay, isti gəldi, amma neysə. Avtoya qoşdum, klimat kontrol, maşını söndürək, benzin getməsin. Və maşında burada bir dənə knopkamız var. Bastıq. Elə yuxarıdan da çəkə bilərsən yəni polunu. Salam, hər vaxtınız xeyir. Necəsiz? Cars by Kera kanalındasınız. Xoş gəlmisiniz. Kapotumuzu açdıq. Kapot deyirəm. Neydi onun adı? Sükanımıza 2 dəfə dalından bas düzələcək, narahat olma. Əsəbləşmə. Açdıq, vəsə. Yenə deyirəm, kondisionerə ehtiyac yoxdur. Yəni sabahlarım özü drive show-dayıq. Xanıma dəstək olursunuz. Yəni drive show-da drift eləyəcək. Yəqin alınacaq da. Nəsə eləyəcəyik, maraqlı nəsə var, sabah maraqlı kontent var. Maksimum yəni olsa trek olar, saniyə ilə sürüş. Drift ama düşünmürəm. Düzdür, təkərlərə yazılımız gəlsin biraz. Nələri atım gərək mən drift Drift eləsək təkərlər gərək raskoda getsin. Söhbət eləyirik ya, raskod eləmək lazım deyil təkərlərimizi. Belə deyim, məsəl üçün Bakıda çox M4 var da, prosto bu maşında çox elementlər roz rəngdə deyə, ona görə yəni maraqlı. Bayaqdan yəni neçə nəfər keçib burdan M4-də yəni baxırlar. Söhbət eləyirik ya. Bunu orada deyirlər. Maraqlı birazdan bir dənə də trend fikirləşmişəm, onu çəkəcəyik. Ruslan müəllim, yaxınlar zəhmət olmasa bura. Rusnoyumuzu yerləşdiriblər burada. Arxasıca, arxa güzgümüz. Yəni maşın nə çox uzundur, nə də çox balacadır. Yəni M4 almaq istəyirsinizsə, mən sizə deyirəm ki, yəni M4-ü almağa dəyər maşındır. Yəni maşında qalan hər bir şey M-dir. Bir dənə bayaq vurğuladığım kimi sükanlardan başqa. Sükanın da rahat, sükan deyirəm, sidenyalarımızın da, oturacaqlarımızın rahatçılığına söz ola bilməz. Yəni çox rahatdır. Burada da yəni həmçinin sağ tərəfdə olduğu kimi sol tərəfdə də güzgümüz, balaca mini güzgümüz var. Maşınımız kimi minidir o da. Sırada işıq yanır. Maşın biraz təmiz görsənməyə bilər, amma yəni çalışdığımız qədər təmiz göstəririk. Maşında bayaqlarım yenə göstərdiyimiz o belə deyim, nə idi onun adı? Tokyo Drift qoymuşam adını. Yenə M2 gəlir Murat. Mən sakit durmaq istəyirəm və çıxmaq istəyirəm çölə. Açarı təhvil vermək istəyirəm sahibinə və M2 fikrimi yayındırır, neysə. İndi xanım mənə də deyəcək ki, M4 qalıb M2-yə baxsan ki. İndi isə istərdim ki, Tubi xanımla mən maşının haqqında proyektin necə başlayıb, necə yığmaq istəyib, yəni onu buyurun elə özünüz tutun əlinizdə rahat. Sualınız nə oldu? Ya maşın pardon, yəni oturduğun yerdə yəni bu fikir risk adamın ağlına girmir də. Yəni qabaqcadan bir proyekt fikrimiz olub. Ümumiyyətlə belə deyim də, maşın yığmaq təbii ki, bu maşından başlamamışam. Bundan öncəki yığdığım maşınlarım da olub, amma imенно bu maşını alan kimi ilk gözümün önündə canlandı ki, xaricilərdəki kimi pink faralar qoyacağam maşına. Çox yəni mükəmməl oldu. Hə, yəni xarici səhifələrdə görürdüm, elə M4-ün üzərində qırmızı, rəngi barədə dəyişir, yəni proqramla idarə olunur. İstənilən rəngdə qoymaq olur. Yəni o yazılı belə ancaq pinkdir. Yox, istənilən rəng. Bunun 64 rəng çaları var. İstənilən rəng qoymaq olur. Proqramla idarə olunur. Belə yəni bu fikirdə zaten alan gündən ağlımdaydı ki, yığacağam. Bir dənə Venom Rose rengi. Adı sonradan fikirləşdim. Bir dənə təknə qalıb maşında dəyişməli olduğum oturacaqlar. Oturacaqları da M oturacaqlar qoyacağam. Olacaq ideal. Olacaq. Bomba. Beləliklə də videonun sonuna gəldik. Sizinlə mən idim Cars by Kera və qarşınızda bu günlərim F32 idi. Sağ olun, salamat qalın. Videonu bəyənib, like eləməyi və şərh yazmağı unutmayın.